Salam değerli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Yeni satışa çıxan mənzildən hamınızı salamlayıram. Bu günləri Yeni Yasamalda, Yeni Yasamalın tam mərkəzində, Bravo Marketin qarşısında 19 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 11-ci mərtəbəsindəyik. Burada sizlərə qanuni 2 otaqlı bir mənzil təqdim edəcəm. Mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz isə bizi qarşılayıb. Bütün otaqların giriş qapısı dəhlizdəndir. Burada mənzilin sanitar qovşağı yerləşir. Mətbəx isə mətbəxdən eyvana keçid. Burada mənzilin yataq otağı və qonaq otağımız isə bu hissədə yerləşməkdədir. Döşəmə parketdəndir. Mənzilimiz orta təmirli mənzildir. Cüzi kosmetik təmirə ehtiyac var. Qalan hər bir şey ideal şəkildədir. Qanuni 2 otaq 76 kvadrat ümumi sahədən ibarətdir. Burada mənzilin qonaq otağı hissəsi yerləşir. Gördüyünüz kimi belə bir qonaq otağımız burada yerləşir. Buradan da eyvana keçid mümkündür. Qonaq otağını bu tərəfdən də göstərim sizlərə. Kifayət qədər genişdir qonaq otağımız. Mənzilin ümumi sahəsi 76 kvadratdır. 19 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Buradan daxil olaq mənzilin yataq otağına. Yataq otağımızı da görürsünüz. Bu formadadır. Burada geniş otaqda sadəcə mebellər çox olduğu üçün kiçik görsənə bilər, amma normal ölçüdədir. Giriş qapını sizlərə göstərdim. Sanitar qovşağına keçməzdən öncə mən sizə mətbəx hissəni göstərim. Gördüyünüz kimi mətbəximiz də burada yerləşir və olduqca geniş sahəyə malikdir. Buradan da mənzilin eyvanına keçid mümkündür. Ümumiyyətlə bütün otaqlardan və mətbəxdən eyvana keçid mümkündür. Eyvanımız da kifayət qədər genişdir. Gördüyünüz kimi kombi aparatı da quraşdırılıb. Həmçinin qaz sayğacımız da buradadır. Binada qaz su işıq fəaliyyəti daimidir. Binanın yeraltı qarajı, 2 sürətli lifti, geniş həyəti mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Yaxınlıqda lazım olan bütün hər bir şey yerləşməkdədir. Burada mənzilin sanitar qovşağı yerləşir və burada lazım olan bütün aksesuarlarla təmin olunmuş şəkildədir. Sənədlər tam qaydasındadır. Kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də ipotekası təsdiqlənmiş şəxslər buyurub müraciət edə bilərlər. İpoteka ilə satıla bilər. Qanuni 2 otaqda 76 kvadrat ümumi sahədən ibarətdir. 19 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Orta təmirli bir mənzildir. Mənzilin qiyməti 173.000 manat start qiymətdir. Real alıcı ilə qiymətdə razılıq əldə olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür ederim.